Salam, hörmətli tamaşaçılar, regional inkişaf verilişinin növbəti həftəsində yenidən xoş gördük sizləri. Qeyd etmək istərdim ki, bugünkü mövzumuz çox aktual bir məsələyə həsr olunub. Bugün biz verilişimizdə innovativ iqtisadiyyatın formalaşdırılmasından söhbət açacağıq. Və qeyd etmək istərdim ki, xüsusi olaraq cəmiyyətin formalaşmasında innovativ metodların tətbiqi müasir dünyada, qloballaşan dünyada çox aktual əhəmiyyət kəsb etməkdədir. Bugünkü gündə Azərbaycanda da innovativ iqtisadiyyatın formalaşması prosesi artıq başlayıb və bu məqsədlə də biz studiyamıza qonaqlar dəvət etmişik və mən istərdim ki, studiyamızın qonaqlarını sizə təqdim edim, sonra biz mövzumuza davam edək. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü millət vəkili Rüfət Quliyev və Azərbaycan Dövlət İqtisad Universitetinin Sənaye və İqtisadiyyat Fakültəsinin dekanı Asiman Quliyev. Xoş gəlmişsiniz. Rüfət müəllim, müasir dünya biz bilirik ki, çox sürətlə inkişaf etməkdədir və bu inkişafda da sözsüz ki, innovativ iqtisadiyyatın formalaşdırılması çox mühüm əhəmiyyət kəsb etməkdədir. Və mən istərdim ki, bizim ictimaiyyətimizin daha sadə dildə başa düşəcəyi səviyyədə bir izahat verərdiniz ki, innovativ iqtisadiyyat nə deyən bir şeydir? Buyurun. İnnovativ iqtisadiyyat deyəndə biz ilk növbədə nəzərdə tuturuq yenilik, yeni texnoloji, yeni texnika, yeni bilik, yeni savad və təbiidir ki, bazar iqtisadiyyatına gəlib çıxanda deməli, innovativ iqtisadiyyatın başqa ənənəvi iqtisadiyyatla müqayisə eləyəndə daha çox gəlir gətirməsi. Cəmiyyət üçün yeni texnologiyalar, yeni yeni bilik, yeni savad nə verir? Yəni, ilk növbədə yaranılan məhsul, o məhsuldan da, məhsul yaxud da ki, xidmət. O məhsuldan, o xidmətdən təbiidir ki, insanlar yararlanır, istifadə eləyir və iqtisadiyyat üçün əgər bu daha artıq qazanc əldə eləməyə imkan verirsə sahibkarlara, deməli, insanlarasa daha rahat, komfort həyat sürməyə imkan yaradır. Və bu zəruri dəyər biz bu günləri baxsaq, dünyada gedən proseslərə, qloballaşmaya təsəvvür eləyin ki, bu günləri o ölkələr ki, hansı ki artıq innovativ iqtisadiyyata keçib, yaxud keçid yolundadır. O cümlədən təbii ki, birinci Amerika Birləşmiş Ştatlarını, Yaponiyanı, Cənubi Koreyanı, Tayvan, bunların deməli iqtisadiyyatına baxanda biz fikir verə bilərik ki, deməli bunların iqtisadiyyatların quruluşun özü də yəni tam yeni üsulla qurulan iqtisadiyyatdır. Asiman müəllim, sizin də bu məsələyə münasibətinizi bilmək istərik, maraqlı olar, buyurun. Çox maraqlıdır. Bu innovativ iqtisadiyyat yaxud da ki, innovasiyaların istehsalata tətbiqi, iqtisadiyyatda innovasiyalar adlı bir anlamın bu illər 80 ili bitir. Yəni ilk dəfə olaraq bundan Joseph Schumpeter, Avstriya alimi, həm də Amerikan alimi deməli, öz ədəbiyyatlarında istifadə eləmişdir. Amma baxmayaraq ki, 19-cu əsrin axırlarında da bu innovasiya sözündən istifadə olunur. Rüfət müəllim çox gözəl qeyd elədi ki, doğrudan da o yeniliyin tətbiq olunması və o tətbiq olunan prosesin səmərəliliyin artırılmasıdır. Təcrübə də göstərir ki, hər bir yenilik innovasiya deyil. Amma hər bir yeniliyi tətbiq edib, ondan bir səmərə əldə etdikdə, gəlir əldə etdikdə, insanın həyat tərzini cəlb edici etdikdə, bu innovasiya adlanır. Və eyni zamanda bu müasir texnologiya ilə uyğunluq təşkil etməlidir bu inkişaf. Bu çox böyük bir problemdir. Son dövrlərdə, xüsusən də əsrin sonunda, yəni 20-ci əsrin sonunda çox aktuallığını tapmış və bu günləri hər bir ölkənin rəqabət qabiliyyətliyi müəyyən olanda onun innovasiyalıq səviyyəsi çox mühüm önə çıxır. Və burada Rüfət müəllimi bir də mən təkrarlayayım ki, Amerika Birləşmiş Ştatlarıdır, Almaniyadır, ondan sonra Cənubi Koreyadır və digər bu ölkələr var ki, bu sahəyə çox böyük vəsait ayrılır. Yəni onların ümumi daxili məhsul böyük həcmdə olsa da, bu ümumi daxili məhsulun müəyyən faizləri, yəni haradasa 1-2%-dən 3%-nə qədəri bu vəsaitə yönəldilir ki, innovasiyaların tətbiqini. Bu özü çox maraqlı bir sahədir. Çünki hər bir iqtisadi böhran
bazar iqtisadiyyatında hər bir şirkəti, hər bir cəmiyyəti problemlər qarşısında qoyur və bu problemdən çıxmaq üçün, bu böhranı aradan qaldırmaq üçün innovativ yanaşmaya çox böyük ehtiyac vardır. İnnovasiya təkcə cəlbedicilik deyil. İnnovasiya həm də yeni iş yerləridir, həm də firavanlığın artmasıdır və s. Azərbaycanda da bu sahə ilə bağlı bir çox işlər görülür və bu işlərin görülməsinin ən mühüm göstəricisi ondan ibarətdir ki, Azərbaycan rəqabət qabiliyyəti səviyyəsinə görə artıq dünyanın 40 ölkəsindən biridir, 38-ci yerə gedir və çox gözəl haldır ki, bu göstəricidə Azərbaycan irəliyə addımlayaraq gedir, yəni hər il iram gedir və bu göstərici təkcə istehsal olunan məhsulun miqdarına görə, əhalinin ona düşən payına görə deyil, həm də inovativ deməli siyasətin aparılması, təhsildən tutmuş sənaye müəssisəsinə qədər bu sahəyə xüsusi diqqət edilməsi ilə bağlıdır. Rüfət müəllim, biz bilirik ki, innovasiya yönümlü, elm tutumlu sahələrin inkişafı üçün bir çox işlər həyata keçirilməlidir. Bu istiqamətdə Azərbaycanda, ümumən cəmiyyətdə hansı işlər görülməlidir ki, bax, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılmasını biz daha da tez həyata keçirə bilərik? Qeyd eləmək istərdim ki, innovasiya özü belə bir əmtədir ki, ona yəni toxunmaq, yaxud onu ölçmək, yaxud onu nə ilənsə belə deyim, müqayisə eləmək çox çətindir. İlk növbədə, əgər biz Azərbaycandakı gedən proseslərə baxacaqsa, deməli, ilk növbədə innovasiya səviyyəsini artırmaq üçün ilk növbədə söhbət savaddan gedir. Bəli. Yəni, ilk növbədə məktəb, ali məktəb və s. bunların inkişafından gedir. Təbiidir ki, mən bunun əsl fundamentindən başlamaq istəyərdim. Ona görə ki, cəmiyyətdə ola bilər ki, elmi ixtiralar çox olsun, amma o cəmiyyətin özü, misal üçün, onu nətər istifadə eləyə bilir, ya eləyə bilmir. Bizdə Azərbaycanda kifayət qədər dövlət bu səpkidə işlər görür, bu istiqamətdə işlər görülür. Elə o texnoparkların özünün, misal üçün, Bakıda qərar var, deməli, Sumqayıtda artıq texnoparkın deməli, tikilməsi deməli, yekunlaşır. Gələcəkdə Gəncədə və Mingəçevirdə. Bu texnoparkların özünün yaranması elə bil ki, böyük bir təkan verəcək. Savaddır, texnoparklar, belə deyək, ilkin laboratoriya kimidir, yəni ilkin fikirlər, ilkin innovativ yaradıcılıq. Dövlətin özünün yəni vergi sistemində deməli, yaradılan müəyyən deməli, güzəştlərdir. Mən belə bir fikri da yenə deyirəm, misal gətirmək istərdim ki, bax, bu günləri biz Azərbaycan olaraq, yəni iqtisadiyyatımız özünə məxsus olan onun yolu var. Bu özünə məxsus unikallığı ondan ibarətdir ki, biz bütün deməli iqtisadi modellərə baxıb Azərbaycanda hər modelin ən müsbət cəhətini götürüb istifadə edirik. Mən istərdim belə bir məsələyə toxunam, bəlkə də biraz haşiyə çıxıram, amma çox maraqlı bir şeydir. Azərbaycanda fikir verin transmilli şirkətlərin yaradılması. Azərbaycan iqtisadiyyatının strukturunu götürəndə çox maraqlıdır. Mən hərdən bir Azərbaycan iqtisadiyyatının yaranmasını, yəni inkişafını, hətta belə deyək, Cənubi Koreya ilə və Yaponiya iqtisadiyyatı ilə müqayisə edirəm. Yəni, təbiidir ki, transmilli şirkətlər yaranan Azərbaycanda artıq fəaliyyətini tək Azərbaycanda yox, Azərbaycandan qıraqlara, o cümlədən MDB məkanında, o cümlədən Şərqi Avropada, Türkiyədə və başqa ölkələrdə, bizim qonşu ölkələrdə güclü formada aparılır. Rüfət müəllim, bax, bu transmilli şirkətlərdən danışırsınız. Biz bilirik ki, ona da istərdik toxunasınız ki, transmilli şirkətlərin özünün yaranması, innovativ iqtisadiyyatın formalaşması və inkişafında çox böyük rol oynayır. Bu məsələlərə istərdim məxsus olaraq toxunasınız. Çox maraqlı bir sualdır. Onu qeyd eləmək istəyirəm ki, dövlət nə qədər imkan yaratsa da əhali üçün, onun o yükü innovativ texnologiyaların həm icadı, həm onun istifadəsi ilk növbədə transmilli şirkətlər tərəfindən keçirilir. Bunu qeyd eləmək olar ki, mən bir rəqəm istərdim sizə deyəm ki, dünyada ekspertlərin hesabına görə dünyada ən
güclü 100 iqtisadiyyat götürüləndə birinci 52, deməli, birinci deyəndə onların içində 52 iqtisadiyyat bu transmilli şirkətlərdir. Təbiidir ki, transmilli şirkətlərin daha tez, daha imkanı daha çoxdur və vəsaiti çoxdur. Bu inovativ yenilikləri, ixtiraları həyata keçirsinlər. Hər bir transmilli şirkətin istər farmasevtikada, istər istehsalatda, istər tikintidə, istər hər bir sahədə daha çox imkanı var, inovativ deməli işləri görüb, yəni o ixtiraları əsas odur ki, onu həyata keçirib, əmtə ya xidmət formasına gətirib çatdırmaq və sonu onun marketinqini keçirib həyata keçirmək. Yəni onu artıq satmaq. Yəni hər bir bazar iqtisadiyyatının ən böyük meyarı bunu satıb gəlir əldə etmək. Bəli. Rüfət müəllim çox qiymətli bir fikri yadımıza saldı. 2007-ci ildə Avropada innovativ tablo adlı bir göstərici vardır. O göstəricidə 3 istiqamətə innovasiyada xüsusi diqqət yetirilir. Onlardan biri ümumi daxili məhsulda elm tutumlu məhsulun payı. İkincisi, hər 1 milyon insana düşən alimlərin sayı və üçüncüsü, ümumi daxili məhsuldan təhsilə xərclənən vəsait. Bu 3 parametrlərin hər birinə Azərbaycan dövləti xüsusi diqqət yetirir. Gələcəkdə Azərbaycan iqtisadiyyatı hansı istiqamətə ağırlıq verir? Biz görürük ki, biz sənaye ixracına, onun ümumi daxili məhsulu, sənaye məhsullarının ixracına ağırlıq verəcək. İkinci, biz görürük ki, yüksək texnologiyalı məhsulların deməli, ixracına diqqət yetirilməlidir və üçüncü, İKT məhsullarının, yəni informasiya texnologiyaları məhsullarının ixracına ağırlıq verməlidir. Əgər biz bu günləri Azərbaycanın iqtisadiyyatında aparılan o investisiyaların təyinatı və iqtisadi siyasətinə baxdıqda görürük ki, doğrudan da Azərbaycan bu sahədə kifayət qədər ciddi uğurlar əldə edib. Yəni 9 ay ərzində Azərbaycanda əsaslı vəsait qoyulan məbləğin 63%-i qeyri-neft sektorunun qeyri-neft sektorundakı sənayeyə qoyulmuş vəsaitdir. Bu 9 ay ərzində. Və bu 7 milyard manatdan da böyük bir məbləğdir. Əgər ölkəyə bu illər 20 milyard dollar məbləğində investisiya, bəlkə də biraz ondan da artıq ola bilər, investisiya qoyulacaqsa... Onun 11 milyardından bildiyim qədərilə qeyri-neft sektor sahəsinə yönəlib. Bura tətbiq olunub. Bu, bizdə innovasiyalı iqtisadiyyata yönümü artıracaqdır. Təbii ki, Rüfət müəllim orada çox qeyd elədi, bizi bu istiqamətə yönəltdi. Təhsil mühüm bir amildir. Təhsil təkcə mütəxəssis hazırlamır. Təhsil gələcəkdə sahibkar hazırlayır. Təhsil gələcəkdə yeni ideya hazırlayır. Təhsil gələcəkdə bizim üçün işçi hazırlayır və bu sahəyə xüsusi diqqət olmalıdır. İqtisad Universitetində son dövrlərdə bu sahəyə xüsusi diqqət yetirilir. Xüsusən də son dövrdə ölkənin apardığı siyasətə uyğun olaraq. Bununla bağlı bir çox layihələr işlənilir. Onlardan biri innovativ biznes inkubatorudur. Tələbə və sənaye layihəsi bu yaxınlarda böyük təqdimatı olacaq. Oktyabr ayında deməli bizdə innovativ biznes inkubatorunu təqdim etmə mərasimi oldu. Burada müəyyən startaplar formalaşıb. Bu təqdim olunma mərasimində artıq İqtisad Universitetində 4 müəssisə fəaliyyətə başladı. Bunlardan biri təcrübə mərkəzi, o birisi peşəkar mühasibat mərkəzi, o birisi web dizayn studiyası, o digəri isə video reklam studiyaları oldu ki, bunlar tələbələr tərəfindən yaradılmış müəssisələrdir və bu müəssisələrə deməli yaranmasına, fəaliyyət göstərməsinə universitet bir inkubator kimi şərait yaratmış, onları ofislə təmin etmiş, müəyyən texnologiya ilə təmin etmiş və hər bir adam burada öz deməli iqtisadi ideyasını tətbiq edə bilər. İnnovasiya nədən ibarətdir? İdeya deyil innovasiya. İnnovasiya ideyanın iqtisadiyyata, istehsala tətbiq edib ondan iqtisadi səmərə götürməkdir. Əgər ideya varsa, innovasiya deyil. Əgər onu biz tətbiq ediriksə, innovasiya deyil. Əgər ondan biz səmərə əldə ediriksə, səmərəsini edir. Hətta mən sizə deyərdim ki, iqtisadiyyatda 20-ci əsrdən başlayaraq 3 dənə böyük şüar var. Birinci şüarı o idi ki, biz bilirik ki, 20-ci əsrin ortalarına qədər belə bir prinsip var idi. Deyirdilər ki, müştəri ehtiyatlı ol. 50-ci illərdə marketinq formalaşmağa başladı. Dedilər ki, müştəri haqlıdır. İndi innovasiya tamam başqa bir şey deyir. Deyir, qarşıdakını
qarşıdaşına çatmadan onu öt keç. Biz qarşımızda olan iri şirkətləri, inkişaf etmiş dövlətlərə çatmaq yox. Biz onları çatmadan ötüb keçməliyik və innovasiya bu potensialı bizə verir. Rüfət müəllim, innovativ iqtisadiyyatın formalaşdırılması istiqamətində dünyanın inkişaf etmiş dövlətlərin təcrübəsində belə bir amil özünü göstərir ki, onlar yəni investisiya qoydular. Bugünkü günə gəlib çatmaq üçün. Bugün Azərbaycanda innovativ iqtisadiyyatın inkişafına biz investisiya qoysaq, hansı səmərəli nəticələri əldə edə bilərik? İlk növbədə qeyd eləmək lazımdır ki, biz xarici ölkələrə baxsaq, fikri verər ki, hər ölkənin öz xüsusi yolu ilə gedir. Yəni, belə deyək, bu günləri maraqlı bir şeydir ki, Amerikanın özü tədricən bütün istehsalatı Amerikanın deməli özündən çıxardıb artıq Çində və başqa Afrikada və başqa Asiya ölkələrində yerləşdirib. Amerika bu günləri nə saxlayıb? Amerika təbii ki, birinci pulun istehsalını özünü saxlayıb, dolların özünü istehsal edir və dünya miqyasında 70% transaksiyalar dollarla hesablanır. İkinci, həmən o yeni texnologiyalardır. Bugünə qədər qeyd eləmək lazımdır ki, bugünə qədər elmi ixtiraların tərəqqinin dünyada ən məşhur belə deyək ixtiraların 75-80% Amerikadan gəlir dünyaya. Və bunlar təbiidir ki, bunu normal formada deməli həyata keçirib və bununla da öz iqtisadiyyatına təkan verirlər. Azərbaycana qalsa, mən belə fikirləşirəm ki, İKT sahəsində Azərbaycan kifayət qədər inkişaf eləyib və bu sahəyə artıq biz bir peyk əldə eləmişik və 2 peyk nəzərdə tutulur. Yəni, bu böyük bir addımdır, balaca bir ölkə üçün böyük bir addımdır. Çox böyük addımdır, və gedişat onu göstərir ki, İKT sahəsində Azərbaycanın özünə məxsus inkişafı var və bu mərhələ olacaq. Bizim bir məsələni də qeyd eləmək istəyərdim ki, Azərbaycanda yaranan investisiya mühiti və sahibkarlıq mühiti, biznes mühiti onu göstərir ki, innovativ iqtisadiyyat üçün burada tam, yəni hətta orta və xırda sahibkarlar üçün imkan var, yeni məhsullar və o cümlədən investisiya gəlib çatanda qeyd eləmək istəyirəm ki, Azərbaycanın özünün də kifayət qədər imkanı var yeni, innovativ, belə deyək, innovativ iqtisadiyyata yatırımlar. Mən belə düşünürəm ki, Azərbaycan üçün bu günləri bəlkə də dünya üçün bir o qədər innovativ deyil, amma Azərbaycan üçün innovativ və MDB məkanında innovativ odur ki, Azərbaycanda bu günləri istehsal olunan məhsullar, bax biz ona bir dəfə demişdik, fikir verin, artıq biz o məhsulları hazırlaşmış, hazır formada deməli xaricə ixrac edirik. Deməli, kənd təsərrüfatının özündə kifayət qədər imkanlar var, innovativ texnologiyalardan iqtisadiyyatı orada inkişaf elətdirmək, qeyri-neft sektorun özünün bir neçə sahələrində var. Amma mən elə fikirləşirəm ki, elə ən mühüm bizim üçün bu İKT-dir və bununla bağlı olan sahələrdir. Rüfət müəllim, bu arada mən xatırlatmaq istərdim ki, biz Hindistanı əgər nümunə olaraq göstərsək, görərik ki, İKT sahəsində Hindistan özünə məxsus bir yol keçir. Qabaqcıl texnologiyaların tətbiq olunmasında Malaziyanı, Singapuru, Asiya ölkələrini də qeyd edə bilərik. Hətta biz Koreyanı adını çəkməsək də belə. Bu günləri Azərbaycanda da reallıq ondan ibarətdir ki, bax bu elm tutumlu sahələrin, innovativ iqtisadiyyatın formalaşdırılması çox zəruri bir hala gəlibdir. Bu məsələlərin, innovativ metodların tətbiq olunması aqrar sahədə də özünü göstərməlidir. Bax bu istiqamətdə də bir məlumat verərsiniz. Biz innovativ iqtisadiyyatdan danışanda hökmdür ki, biz gərək danışaq ən yüksək texnologiyalardan İKT və buna bənzər texnologiyalardan. Həmən texnologiyalar, yəni innovativ texnologiyalar, iqtisadiyyat özü də kənd təsərrüfatında. Mən bu misalı nəyə görə gətirib çıxardıram? Ona görə ki, bu günləri Azərbaycanın bu məsələdə müəyyən böyük uğurları var və burada bu uğurları artırmaq üçün imkanlar var. Bilirsiniz, bugün dünyada elə bir vəziyyət yaranıbdır ki, Azərbaycan üçün Rusiya bazarı ən
böyük bir bazardır. Bizim elə bir, yenə deyirəm, elə bir məhsullarımız var. İstər kənd təsərrüfatı məhsulları, istər ərzaq məhsulları, hansı bu günləri Azərbaycan uğurla Rusiya bazarına bunu ixrac edir. Sovet vaxtından Azərbaycan Rusiya bazarına, MDB bazarına, həmişə SSR bazarına, o vaxt SSR bazarına, bəli, həmişə deməli il artan formada, progressiv formada deməli bu kənd təsərrüfatı və ərzaq məhsullarını ixrac etmişdi. Bu günləri boşalan bazarlar var. Yəni hansısa bir hadisəyə görə, hansısa bir ticarət sanksiyasına görə o boşalan bazarları dərhal Azərbaycan üçün çox bir maraqlıdır ki, o boşalan bazarları tutmaq. O cümlədən biz gərək Azərbaycanın özündə yaranan həm investisiya deməli vəziyyətindən, şəraitindən, həm sahibkarlıq şəraitindən bundan istifadə eləyib o bazarlara daha çox, daha aktiv, daha aqressiv formada daxil olmaq lazımdır. 2009-cu ildə Azərbaycan və 2013-cü ildə əgər biz çayın ixracatına baxsaq, artıq bir 3 dəfə artım var. Deməli, həmən artım şəkərdə də var, həmən artım şirələrdə var, həmən artım alkoqollu içkilərdə var, o cümlədən şərabdır, konyakdır. Bu artımın özü olmağı Azərbaycan üçün, yəni o deməkdir ki, biz artıq o bazarda yerimizi tutmuşuq. Təbiidir ki, o bazarda o rəqabətə dözmüşük və indi o yeri artırmaq lazımdır. Təbiidir ki, Azərbaycanda bu günləri istehsal olunan mallar, bu günləri Azərbaycanda yaranan məhsələr son dünya standartına uyğundur. Yəni bu çox vacib bir məsələdir. Ona görə yəni bu da təbii ki, qabaqcıl texnologiyaların tətbiqi ilə bağlıdır. Artıq biz onu tətbiq edə bilirik. Bəli. Mən yəni demək, yenə qeyd eləmək istəyirəm ki, biz innovativ deyəndə hər dəfə ancaq o yüksək texnologiyalara fikirləşməyək. Yəni o texnologiyaların elə bir hissəsi var ki, onlar misal üçün kənd təsərrüfatında, qeyri-neft sektorun başqa deməli başqa yerlərində istifadə oluna bilər. Hətta bir misal gətirmək istəyirəm ki, Amerikada NASA nəsə bir yeni ixtira eləyəndə o ixtiraları adətən misal üçün o başqa sahələrdə daha tez tətbiq eləyirlər və ondan daha çox qazanc əldə eləyirlər və təbii ki, yenə deyirəm, bu qazanc əldə etmək o deməkdir ki, cəmiyyətin özünün də tələblərin müəyyən bir hissəsi kifayət qədər yəni bağlanır və ondan olan təmin olmuş olur. Bəli. Çox sağ olun. Asiman müəllim, innovativ iqtisadiyyatın formalaşdırılması, belə deyək, formalaşdırılması istiqamətində ali təhsil müəssisələrinin, elmi təşkilatların, eyni zamanda hansısa fəaliyyət göstərən fabriklərinmi, zavodlarınmı, müəssisələrin belə deyək, hansısa müəssisələrin birgə fəaliyyəti, həm də əlaqələndirilmiş fəaliyyəti lazımdır. Bax, bu istiqamətdə hansı işlər görülməlidir? Bu məsələ doğrudan da Azərbaycanın ali təhsil sistemi üçün maraqlı bir məsələdir və gələcək olan bir məsələdir. Əgər biz diqqət eləsək, Prezidentin son 9 aylıq hesabatında yeni bir terminologiyadan, yəni hökumət səviyyəsində istifadə olundu, bu klaster məsələsi. Klasterlər, orada izahın da çox gözəl verilib, amma klasterlər elə innovasiyanın bir qoludur. Yəni, əgər biz baxsaq ki, innovativ tədbirlərin həyata keçirilməsi, innovativ siyasətin həyata keçirilməsi klasterlərlə bağlı olan bir istiqamətdir. Niyə bir istiqamətdir? Adətən bir çox ölkələr innovativ deməli fəaliyyətlərini sənaye müəssisələrindən qururlar. Amma bu günləri biz baxıb görürük ki, Çin innovativ inkubatorlarını universitetlərdə qururlar. Amma Rusiyadan, Belarusiyadan, yəni MDB, post-Sovet məkanindən fərqli olaraq Çində fərqli cəhət nədir? Çində fərqli cəhət odur ki, o qərbin ideyasını universitetə gətirir, orada startaplar düzəldir və o startaplar nəticəsində şirkətlər formalaşır. O şirkətlər digər transmilli korporasiyalarına, özlərinin iri şirkətlərinə o məhsulları, yeni texnologiyanı ötürməklə məşğul olurlar və beləliklə ölkə daxilində iqtisadi fəallığı artırılır. Bu istiqamətdə bizimdə də universitetlər deməli fəaliyyətə başlayıblar. Yəni o klasterlər təkcə bir sahə üzrə yox, bir neçə sahəni özündə aparmaqla deməli tam məhsulu yaxud da tam ideyanı bazara çıxarıb satana qədər o layihəni icrası ilə həyat keçirilməlidir.
Skittles, göy qurşağından ləzzət al. İndi düzgün paltar seçməyə, anında beyaz təbəssüm əldə etməkdən daha çox vaxt sərf edəcəksiniz. Yeni Colgate Optic White Instant'ın tərkibindəki optik ağardıcılar sizə anında hiss olunan daha beyaz təbəssüm bəxş edir. Əla! Yeni Colgate Optic White Instant, anında hiss olunan daha beyaz dişlər. İndi isə bütün Colgate Optic White sırasını ağız yaxalayıcısı və diş fırçası ilə əldə edin. Mən həyatla doluyam və bunu bildirməyi xoşlayıram. Lakin əvvəllər saçlarım ağır və cansız olduğundan bunu edə bilmirdim. Yeni Pantin argan yağı terapiyası argan yağını proli formulası ilə birləşdirərək saçlarınızı ağırlaşdırmadan qidalandırır. Saçlarım canlı və parlaqdır, özüm kimi. Pantin. Son dərəcə bəd xəbər. Anlaşılmazlıq üzündən Twix'in bəzi qutularına təsadüf nəticəsində 2 sağ çubuq düşüb, 2 sol çubuq düşüb. Tələsi hamıya çatmayacaq. Twix, hər ikisinin dadına bax və kimin tərəfində olduğunu seç. Nəysə xoşuma gələndə onu dostlarıma da məsləhət görürəm. Buna görə də saçlarımı yumuşaq və hamar edən argan yağlı Pantin serumunu məsləhət görürəm. Argan yağlı Pantin serumu ilə saçlarınızı canlandırın. Əlimdən nə gəlirsə elə. Bu da sonuncu arzun. Ey, bəs yer fındıqlı hanı? Oo, qızlar. M&M's. Onları hər yerdə yemək istəyirsən. Ey, Robinson, qayıq istəyə bilməzdin? Həyatımda əsla ikinciliklə kifayətlənmədim. Mənim üçün ikincilik uduzmağa bərabərdir. Saçlarıma gəldikdə isə mənim üçün az sayda kəpək belə qəbul edilməzdi. Məhz buna görə yalnız Head & Shoulders'dan istifadə edirəm. Həyatımda ən yaxşısından başqasına yer yoxdur. Head & Shoulders, dünyada nömrə 1. Beko ilə dəyişimi evinizin hər hissəsində yaşayın. İndi Bekodan soyuducu alana şirə çəkən və ya mətbəx kombaynı hədiyyə, qaz plitəsi alana isə aspirator və ya çaynik hədiyyə. Üstəlik 3 il zəmanətlə və 18 ayadək kreditlə. Beko və Barcelona. Fəxr edilən partnerlik. Telefon 180. Saliton mağazalar şəbəkəsi. İlin sonuna az qaldı. Yeni ilin ilk hədiyyəsini qazanmaq istəyirsinizsə, sizin üçün Salitondan uduşlu kampaniya. Nağd və ya kreditlə edəcəyiniz hər 300 manatlıq alış ilə uduşlu lotereya kuponu əldə edin. 10 Grundig notebooku, 6 iPhone 6, 5 Grundig LED televizoru, 5 Bloomberg paltarıyan, 5 Beko qabıyan, 5 Beko soyuducusu və ən nəhayət kampaniyanın əsas uduşu 3 ədəd Nissan avtomobili sizin olsun. Yeni Nissan Sunny, Sentra və Altima avtomobili qazanmaq imkanını qaçırmayın. Telefon 180. Saliton mağazalar şəbəkəsi. Daha məşq eləmək istəmirəm. Bura istedi, çirkili də iyi də gəlir. Yaxşı da, eli də şikli deyil. Al, bir Snickers ye. Niyə? Ac olanda lap şahzadəyə dönürsən. Şahzadə? Özünsən. Ha? Yaxşısan? Yaxşıyam. Hazırsınız? 3, 4. Mən çalmayacağım, yerim rahat deyil. Aclıq güc gələndə sən o sən deyilsən. Üzəri südlü şokoladla örtülü qovrulmuş arahis, karamel və nuqa. Dayanma, Snickers'lə. Beko ilə dəyişimi evinizin hər hissəsində yaşayın. İndi Bekodan paltarıyan maşını alana tost soğuran və ya mikser hədiyyə. Qabıyan alana isə elektrikli samavar və ya qəhvə maşını hədiyyə. Üstəlik 3 il zəmanətlə və 18 ayadək kreditlə. Beko və Barcelona. Fəxr edilən partnerlik. Telefon 180. Saliton mağazalar şəbəkəsi. Bu, diş əti problemlərinin əlaməti ola bilər. Boş buraxsaq, dişlərinizi itirə bilərsiniz. Odur ki, boş buraxmayın. Colgate Total Pro diş əti sağlamlığı məcunundan istifadə edin. O, bakteriya artımına qarşı mübarizə apararaq diş əti qanamasını 88%-ədək azaldır. Buna görə də diş əti problemlərinin ilkin əlamətlərinə qarşı diqqətsiz olmayın ki, dişləriniz sağlam qalsın. Colgate Total Pro diş əti sağlamlığı. Diş əti qanamasını 88%-ədək azaldır. Colgate, stomatoloqlar tərəfindən tövsiyə olunur. Hələ bir saat əvvəl yoldaşım ağrıdan əzab çəkirdi. Gəzib qaça bilmirdi. Mən qələbəyə əmin idim, lakin... Qatılaşdırılmış tərkib sayəsində Voltaren ağrının mənbəyinə nüfuz edərək nəinki simptomun özünü, hətta ağrının səbəbi olan soyuq dəyməni aradan qaldırır. Voltaren, hərəkət azadlığı. Evinizdə daim
həm təravət istəyirsinizsə, Airwick Freshmatic istifadə edin. İncə mexanizm ətri avtomatik olaraq özü yayır. Sadəcə dəyişə bilən balonu yerləşdirin və lazım olan intensivliyi seçin. Bir dəyişə bilən Airwick balonu 2 ay yaxın təravət deməkdir. Airwick Freshmatic istifadə edin. Kiçik səhvləri görməzdən gələ bilərəm. Amma səbrim daşarsa... bir dəfəyə silərəm. Hər vəziyyətdə təsirli, qat-qat əmici papier salfeti, 3 qatlı və yarım yarpaqlı. Nə qədər işlədəcəyin səndən asılıdır. Papier, çünki daha yaxşısına layiqsən. Müasir dövrün tələblərinə uyğun olaraq innovativ iqtisadiyyatın formalaşdırılmasında mütləq kadr potensialı, kadr hazırlığı ən önəmli məsələdir. Bu məsələlərə biraz aydınlıq gətirir. Yəni, Azərbaycanda bu günləri çoxlu texnoparklar formalaşıb, iri şirkətlər var. Amma televiziya nə qədər onu təbliğ eləsə, insan onu görməlidir. Biz hesab edirik ki, mütləq bizim tələbələrimiz o şirkətləri gedib görməlidirlər. Onların texnologiyası ilə tanış olmalıdırlar. Təbii ki, iş adamları da, o şirkət sahibləri də, onları idarə edən menecerlər də gələn tələbələrə bir baxmalıdırlar, onları dəyərləndirməlidirlər. Rüfət müəllimlə veriliş qabağa bir söhbət oldu, mən o da yadıma düşdü ki, Rüfət müəllim dedi ki, elə şirkətlər var ki, 20-30 tələbəyə sahib çıxırlar, onlara təqaüd verirlər, onları iş yerindən göstərirlər. Biri, ikisi ola bilsin ki, onunla neynəsin, faydalansın. Burada çox maraqlı bir məsələ var. Yadınızdadsa, prezidentin son deməli, çıxışında iqtisadiyyatla bağlı, banklarla bağlı bir neçə fikir söylədi. Banklardan bağlı o dedi ki, banklar istehlak krediti ilə pul qazanmamalıdırlar, gəlirlərini artırmamalıdırlar. Real sektor. Banklar real sektor. Niyə? Çünki bizim sənaye ilə bağlı böyük bir proqramımız var Azərbaycana. Bu il sənaye ilidir. Amma sənaye sektoruna, real sektoruna bunları yönəltməklə cənab prezident onlara daha böyük qazanc mənbəyi göstərir. Biz bilirik ki, bank kapitalı o vaxt güclənəcək ki, o sənaye kapitalı ilə birləşsin. Bank o vaxt böyük pullar qazana bilər ki, altın cızaraq deyirəm, o sənaye kapitalı ilə birləşmiş olsun. İndi biz baxaq, bir nəfər kredit alır, onun ödədiyi o kredit mi bankın böyük bir məbləğ gətirə bilər? Yoxsa bankın iri bir şirkətlərlə hesabları onun hesabında olsun. Onun iqtisadiyyatına kreditlər qoysun. Siz baxın, Azərbaycan dövləti hər il 300 milyona yaxın banklara güzəştli kreditlər verir. O da o kreditləri sahibkarlığa yönəldir. Amma Azərbaycan dövləti göndərilən investisiyanın, yönəldilən investisiyanın böyük bir hissəsini infrastruktura yönəldir ki, bu sənaye məsələləri inkişaf eləsindir. Mən sizə deyim ki, bu Bakı sənaye, Sumqayıt Bakı sənaye regionunda çox gözəl bizim şirkətlərimiz var. Müasir texnologiyalı şirkətlər var. Osman müəllim, qeyd edirsiniz bu şirkətləri, amma bir məsələni də qeyd edin ki, biz bilirik ki, sənaye sahəsində nəzəri bilikləri qazanan tələbələr bunu yalnız və yalnız təcrübəsini sənaye sahəsində tətbiq edə bilər. Təcrübəni yalnız sənaye sahəsində qazanmaq olar və bunun üçün də sizin üzərinizə iş düşür və sənaye sahələrinin qarşılıqlı fəaliyyəti bircə necə tənzimlənir? Hər bir ixtisasda, xüsusən də bu iqtisadiyyatla bağlı, sənaye müəssisələrinin təşkil edilməsi bağlı təcrübə proqramları vardır. Yəni, bir üçüncü kursu qutaranda bir istehsalat təcrübəsinə gedirlər tələbələr. Bir də buraxılı işi ərəfəsində, məzun olmaq ərəfəsində onların bir 2 aylıq bir təcrübə proqramları vardır. Bu təcrübə önəmli olması üçün, tələbəyə nəsə verilməsi üçün təbii ki, biz gərək ən müasir şirkətlərimizi, müəssisələrimizdə bu təcrübələri keçirdik. Təbii ki, hansı müəssisələrdə ki, daha intizamlı, əmək intizamı olan, daha müasir texnologiyanı istifadə edirsə, tələbə oradan nəsə öyrənir. Və bununla bağlı İqtisad Universitetində müəyyən proqramlar təzə hazırlanmağa başlanmışdır. Bunları indi mən açıqlamaq istəmirəm, çünki onu təqdim etmə layihəsi olacaq. Amma tələbə təkcə oradan hesabat gətirməli deyil. Tələbə həmin müəssisədən sertifikat gətirməlidir ki, mən bu müəssisədə bu işləri gördüm. Tələbə orada gələcəkdə istehsalda geniş yayılan texnologiyaları görməlidir. Mənimsəməlidir bunlar? Bəli, mənimsəməlidir. Və mənə gəlir ki, bütün sənaye müəssisələri də universitetlərə üst tutmalıdırlar. Yəni, universitetlərdəki olan laboratoriyalar o sənaye müəssisələrinin 5 il,
10 ildən sonra tətbiq elədiyi texnologiyalar əsasında qurulmalıdır. Çox təəssüflər olsun ki, amma sənaye məsələləri müəyyən məsələlərdə artıq bu məsələ ilə bağlı maraqlı olmadıqlarını göstərirlər. O da narahatçılıq doğurur cəmiyyətdə ki, bu kadr potensialı varsa onun təcrübəsinin təmin olunması məsələsi ilə onlar məşğul olmalıdırlar. Vəziyyət belədir ki, Azərbaycan iqtisadiyyatı inkişafa doğru gedir. Azərbaycan iqtisadi potensialı artır. Rüfət müəllim də çox qeyd elədi ki, bizim ixrac yönlü potensialımız artır. Əgər biz diqqət ediriksə, bizdə Sumqayıt, Bakı, ondan sonra Ələt istiqamətində iri texnoparklar formalaşır. Hətta prezident belə bir göstəriş də verib ki, hər bir rayonun özünün bir texnopark olmalıdır. Yəni, sənaye müəssisəsi mərkəzi olmalıdır. Lakin bunların istehsal elədiyi məhsulların bazarları üçün Azərbaycanda çox mühüm bir şərait vardır. Əgər bu günləri banklar real sektora dönsələr, bizim iri şirkətlərimizə maliyyələşdirsələr, iri şirkətlərimiz inovativ məhsullar istehsal eləsələr, xidmətlər yaratsalar və onlar Xəzər hövzəsinə sahib çıxsalar, Qazaxıstanın, İranın, Türkmənistanın, Rusiyanın, Həştərxanın çıxsalar və bu bazarda çox gözəl millət vəkilimiz qeyd elədi ki, söz sahibi olsalar və onda bizim bank sektorunda çox gözəl orada imkanlar yaranacaq. Mən bir neçə dəfə demişəm, mənim ən böyük arzum Azərbaycanda bir Xəzər bankı olsun və bu Xəzər hövzəsi iqtisadi məkanına nəzarətində saxlasın, onu idarə eləsin, onun inkişafına köməkli eləsin. Təbii ki, bunlar arzudur, amma bütün bu arzular Azərbaycanın müxtəlif sahələrdə gedir. Məsələn, biz arzu eləyərik ki, məsələn, bir xarici ölkəyə gedək, orada bizim bir reklamımızı görək. Məsələn, bizdə asan xidmət var. Məsələn, mən çox arzu eləyərdim ki, biz gedək New Yorkda Millətlər Təşkilatının bir hündür binasında asan xidmətin bir reklamını görək. Yəni, o 200-dən artıq dövlət baxsın ki, necə insanları asan bir xidmət göstərmək olar. Bununla bağlı İqtisad Universitetində bu illəri belə bir proqram həyata keçirdik. Siz bilirsiniz ki, birinci kurs tələbələri universitetə daxil olub qeydiyyata keçəndə biraz gərgin olurlar, həyəcanlı olurlar. Hava isti, onlar uğur qazanıblar, qeydiyyatdan keçməklə çox şey bilmirlər. Və çox insanı bura cəlb etməmək üçün biz asan xidmətin brendindən istifadə elədik. Bir 20-25 tələbəni dəvət etdik, dedik, siz asan xidmət göstərəcəksiniz. Mahiyyəti nə idi? Tələbə, abituriyent, tələbə olmaq üçün gəlib birinci kursda qeydiyyatdan keçməyə, tələbə onu əlindən tutur, tələbə yolda. Çünki o həyatı yaşamış ondan 1 il qabaq, 2 il qabaq. Onu aparır, kompüter qeydiyyatdan keçirdir, fakültədə qeydiyyatdan keçirdir və gətirib valideyninə təhvil verir. Və o paltar artıq biz asanın brendindən istifadə elədik. Asan xidmət dövlətin bir sosial xidmətidir, aydındır. Müəyyən müəssisələr, müəyyən nazirliklər oradan istifadə edir. Mənə gəlir ki, asan xidmətin o New Yorkun o göydələnlərində onun emblemi və adının yazılması qısa vaxtlarda olar və digər məhsullarımız da bu cür ola bilər. Kənd təsərrüfatında, kənd təsərrüfatı elektron sistemə keçməlidir. Bu elektron sistem otaqda fermerin internet olması deyil. Onun oradakı müştəriləri ilə, alıcıları ilə əlaqəsini əks etdirməlidir. Orada onun elektron imzasından gedir, onun bank hesabından gedir, onun sosial öhdəliklərinin ödənilməsindən gedir. Eyni zamanda məhsullarının reklamından gedir. Məhsullarının reklamından gedir və geniş informasiya imkanına malik olur. Yəni, bunlar hamısı bizim deməli, fəaliyyətimizə müsbət təsir göstərə bilər. Bu innovasiya Azərbaycanın iqtisadiyyatında çox mühüm yer tutacaq. Niyə yer tutacaq? Çünki Azərbaycanın təbiətində var yeniliyə doğru getmək. Biz həmişə yeniliyə doğru gedirik. Dövlətin də əsas məqsədi bu yeniliyə doğru gedənlər üçün lazımi infrastruktur qurmaq, lazımı olan təhsil müəssisələri yaratmaq. Və mən də burada bir şey deyim, orada qeyd elədim ki, məsələn, alimlərin sayı, hər 1 milyon adama düşən alimlərin sayı. Biz çalışmalıyıq ki, elm sahəsinə gələn insanların sayını biraz artıraq. Rüfət müəllim, biz bir çox məsələləri müzakirə elədik, amma mənim üçün maraqlı bir məsələ var ki, daxili xam mal ehtiyatı hesabına biz innovativ iqtisadiyyatı nə dərəcədə formalaşdıra bilərik? Həqiqətən son neçə illərdir Azərbaycandan deməli, dövlətin hesabına minlərlə insanlar gedib xaricdə oxuyur. Amma bu günlər elə bir mərhələdir ki, bu mərhələni biz keçmək. Bu günlər elə bir mərhələdir ki, Azərbaycan özündə yaranan o imkanlar, yəni bizim elə universitetlər var, elə imkanlar var, elə elmi tədqiqat potensialı var ki, artıq vaxtı həmən o aparıcı
xaricdə aparıcı universitetləri özümüzə dəvət eləyək. Yəni bir var 5-10 tələbə gedib burada oxuyur. Bir də var ki, və təbii ki, o böyük bir məbləğdir. Bir də var ki, o universitetin, dünyada ən aparıcı universitetin müəllimlərin özünü bura dəvət eləmək və burada mühazirə oxusunlar. Buradakı bizim tələbələr artıq 5-10 tələbə olmayacaq, yüzlərlə tələbələr. Yəni biz yavaş-yavaş artıq inkişafın bu səviyyədə çatdırıq. Bu mənim fikrimdir. İkinci, siz dediyinizi mən qeyd eləmək istəyirdim və mən nədən başlamaq istəyirəm? Bu günləri Azərbaycan üçün həqiqətən biz Azərbaycan iqtisadiyyatına baxanda biz həmişə bir şey başa düşməlidir. Biz həqiqətən, Asman müəllim qeyd elədi, böyük bir ölkə deyil. Yəni bir ölkənin ki 10 milyona yaxın əhalisi var. Biz daimi və bunu möhtərəm zaman prezident qeyd edir ki, biz eksport yönümlü məhsullar istehsal eləməliyik. Biz çalışmalıyıq, belə deyək də, daha aktiv formada xarici bazarlara çıxmaq. Bu günləri bizim üçün də ən böyük hədəf, biz gərək həqiqətin gözünə baxaq, bu günləri ən böyük bazar bizim üçün MDB məkanıdır. MDB məkanında da ən böyük Rusiyadır. Biz artıq Rusiyaya və MDB məkanına gedən xam malı istər kənd təsərrüfatından, istər qeyri-kənd təsərrüfatından çalışıb onu artıq hazır formasında, yəni kapital tutumlu və elm tutumlu formasında, belə deyək, biraz iqtisadi terminologiyaya keçəndə o formada biz onun ixracatı ilə məşğul olaq. Neft sektorunda həmən, belə deyək ki, həmən üsul başlanıb. Artıq Azərbaycanda yaranan neft industriyası ona imkan verir ki, Azərbaycan bu yaxınlarda istər Azərbaycanın özündən, istər xarici ölkələrdə yaranan strukturları Azərbaycan kapitalının hesabına imkan verəcək ki, biz artıq neftdən alınan məhsulları ixrac edəcəyik. Xam mala gəlib çatanda mən onu qeyd eləmək istəyirəm ki, hər bir ölkə, hansı ki ancaq xam malın ixracatı ilə məşğuldur, təbii ki, onun ildən ilə vəziyyəti çətinləşir. Bizim ölkədə biz artıq qeyd eləmişdim, xam maldan biz keçmişik artıq hazır məhsula. Amma təbiidir ki, biz istəyərdik ki, bu deməli, bu işdə, bu fəaliyyətdə daha çox diversifikasiya olunsun. Yəni biz daha çox malları, mən qeyd eləmişdim, şəkər məhsulunu, mən qeyd elədim, bizim alkoqol içkiləri, heç vaxt var idi ki, misal üçün bir 10 il bundan öncə Azərbaycan əgər şərab məhsulunu çıxardırdısa, ancaq sisternalarda çıxardırdı. Rüfət müəllim, bu arada mən qeyd etmək istərdim ki, innovasiya olunmuş, innovativ iqtisadiyyatın şaxələndirilməsi lazımdır bugünkü gün reallığıdır. Bəli, bir nömrəli vəziyyət, bir nömrəli tələb ondan ibarətdir ki, bu günləri xarici bazara çıxmaq üçün və siz dediyiniz o innovativ iqtisadiyyatı qurmaq üçün yeni avadanlıqlar lazımdır. O avadanlıqlar artıq Azərbaycanda var. Texnologiya var. Texnologiya var, avadanlıqlar var. Kifayət qədər kadr məsələləri həll olunub. Burada bir məsələ çıxır üzə, bunu biz qeyd eləməliyik. Vaxt məsələsi var. Yəni, hər bir avadanlığın fiziki və deməli, mənəvi aşılanması var. Bu günləri mənəvi aşılanma, fiziki aşılanmadan qat-qat tez gəlir, çıxır. Keçən əsrdə hər bir avadanlıq ən azı sənayedə 25, 30, 50 ilə qədər, yəni fiziki aşılanma gedirdi. Mənəvi aşılanması da olurdu 25 il, 30 il. Bu günləri o avadanlığın ki 10 il fiziki ömrü olsa, onun 2 il, 3 ildən artıq yəni mənəvi ömrü olmur. Və bu günlər mən ona görə bir də sizin o dediyiniz məsələyə toxunmaq istəyirəm ki, bu günləri artıq bütün Azərbaycandan çıxan, yəni qeyri-neft sektorundan söhbət gedir. Təbii, xam mal formasında çıxan məhsulları hamısını çalışıb, deməli, hazır formada. Yəni, bunu artıq hazır məhsul kimi ixracat edilmək, son məhsul kimi, bəli. Biz bilirik ki, 2004-cü ildən başlayaraq davamlı sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq bir çox dövlət proqramları qəbul olunub iqtisadiyyatın inkişafı ilə bağlı və eyni zamanda 2020 gələcəyə baxış proqramında biz dediyimiz bu məsələlərin hamısından söhbət açılır və onları bir məqsəd olaraq qarşıya qoymuşuq ki, innovativ, şaxələndirilmiş iqtisadiyyatın formalaşdırılmasına və inkişafına nail oluq. Bax, bu məsələ ilə bağlı fikrinizi qısa şəkildə ifadə edin, ondan sonra verilişimizi ilkinləşdirək. Mən belə formada düşünürəm ki, Azərbaycanda bu günləri istər
yenə deyirəm, sahibkarlıq tərəfindən baxanda, istər dövlətin sahibkarlara, iqtisadiyyata qayğı tərəfindən baxanda, istər dövlətin, hökumətin innovativ texnologiyalara şərait yaradılmasında hər cürə imkanlar var. Artıq, belə deyək, indi bütün imkanlar insanlar, yəni bu işlə, bu gələcəkdə bu işi aparmaq üzərində olan adamlarla, hansın ki, onların çiyninə düşəcək bu məsələlər. Biz bu günləri, hörmətli Asiman müəllim çox gözəl danışdı, bizim tələbələr barəsində yaranan, deməli, o təcrübə Azərbaycan cəmiyyətində bu ənənəvi bir, deyərəm, tarixidir ki, Azərbaycan xalqı həmişə oxumağa çalışan bir xalq olub, can atıbdır. Və bir tərəfdən ki, ən əsası odur ki, dövlətin buna istiqaməti var, dövlət bunun üçün şərait yaradıb, dövlət bunun üçün vəsait xərcləyir, deməli, investisiya qoyur. Yalnız bunun ən böyük faktoru, bəlkə də deyərdim ki, ondan da hər şeydən üstün olan faktor insan faktorudur. Mənə elə gəlir ki, bizim gənclər, bizim cavan mütəxəssislər, bu günləri tələbələr, magistrlər düşünəndə həyat yolunu, gələcəyini fikirləşəndə daha çox fikirləşsinlər, bu istiqamətdə özünü tapsınlar, bu istiqamət haqqında fikirləşsinlər. Çox sağ olun. Buyurun Osman müəllim. Çox gözəl qeyd olundu. Azərbaycan doğrudan da bazar iqtisadiyyatına keçmiş bir ölkədir. 2009-cu ildə konstitusiyada referendum keçirəndə bir maddə əlavə olundu. Yəni biz 2009-cu ildən bu günə qədər və bundan da sonra sosial yönümlü bir bazar iqtisadiyyatı quracaq. Sosial yönümlü bazar iqtisadiyyatı isə innovativ proseslərə önəm verən bir burada insan amili öncələrdə dayanır. İnsan amili önə gəlir, çıxır. Və verilən suallar, verilən cavablardan belə bir proses yarandı ki, Azərbaycan düz yoldadır. Yəni Azərbaycan dövləti, onun iş adamları yeni ideya, investisiya qoyulur. O ideyalar, o həmin investisiya ilə emal olunur. O investisiya ilə emal olunmuş ideya istehsalata tətbiq olunur, bazara çıxarılır və iqtisadi səmərə gətirir. Bu sadə modeli Rüfət müəllim öz çıxışında da ətraflı izah elədi. Bu modeli Azərbaycan hökuməti həyata keçirir və bu model bütün dünyada qəbul olunmuş bir prosesin bir qoludur. Bu günləri həm təhsil müəssisələri, həm sənaye müəssisələri, həm də ki, xarici sektor bu sahəyə Azərbaycanda cəlb olunur. Biz inanırıq ki, qısa bir müddətdə, çox qısa bir müddətdə Azərbaycan iqtisadiyyatı Avropa iqtisadiyyatından da önəmli olacaq. Siz fikir verin. Azərbaycana vaxtı ikən mənim yadıma gəlir, Amerikanın ekspertləri dəvət edirlər ki, siz əlinizdə olan pul vəsaiti, neft gəlirlərini Qərbin ölkələrinin investisiyalarına tətbiq eləyin. Onların iqtisadiyyatına investisiya qoyun. Amma Azərbaycan dövləti görün bu investisiyanı hara qoydu? Türkiyə qoydu. Hara qoydu? Gürcüstana investisiyanı tətbiq elədi. Amma indi iqtisadi böhran yarandı. Maliyyə böhranı, sonra da iqtisadi böhran 2008-dən sonra. Əgər biz həmin ölkələrə o investisiyaları qoysuyduq, Amerika Birləşmiş Ştatlarıdır, sonra Qərbin ölkələridir, Yunanistandır, İspaniyadır. Bu günləri bizim qoyduğumuz vəsaitimiz risk aldı. Amma Gürcüstan və Türkiyəyə tətbiq eləməklə biz həm onların iqtisadiyyatını inkişaf elədik və bu günləri Azərbaycanın təkcə ümumi daxili məhsulunda elm tutumlu məhsul axtarmaq lazım deyil. Azərbaycanın ümumilli məhsulunda axtarmaq lazımdır. Son dövrlərdə gənc iqtisadçı alimlərimiz Azərbaycanın ümumilli məhsulunu araşdırırlar. Çünki biz böyük miqdarda xarici ölkələrə investisiya qoymuşuq, sadaladığım bu ölkələrə. Orada istehsal olunan elm tutumlu məhsullar da bizim rifahımıza təsir göstərir. Və burada təbii ki, innovativ yanaşmadır. Bu özü elə bir innovativ yanaşmadır. Çox sağ olun Asiman müəllim, çox sağ olun Rüfət müəllim, gəldiniz verilişimizdə iştirak elədiniz. Maraqlı söhbətə görə mən sizin hər şeyinizə təşəkkür edirəm. Sağ olun. Hörmətli tamaşaçılar, bununla da biz iqtisadiyyatın innovasiyalaşdırılması, innovativ iqtisadiyyatın formalaşdırılması və inkişafına həsr olunmuş verilişimizin sonuna çatdıq. Sağ olun, növbəti verilişdə görüşənədək.